Elmin podkastdan hər kəsə salamlayıram. Bugünkü mövzumuz junior mühəndislərə tövsiyə olacaq, əsasən sahə mühəndislərinə və ümumi inşaat haqqında müəyyən təcrübələrimi, gördüklərimi danışmağa çalışacağam, bölüşməyə çalışacağam təcrübələrimi. Əvvəlki buraxılışımızda LinkedIn haqqında idi və ümid edirəm ki, sizlərə və hər kəsə faydalı oldu və podkastı dinlədikdən sonra artıq siz özünüzə LinkedIn profili yaratmış oldunuz və keçək əsas məsələyə. İnşaat şirkətləri ölkəmizdə fərqlidir. Bəziləri 5 günlük, bəziləri 6 günlük iş rejimində işləyir. Təbii ki, maaş aralıqları çoxsu həqiqətən də çox əla verir, vaxtında verir. Mən bundan razıyam. Amma şirkət adlarını təəssüf ki, podkastda bölüşə bilmərəm. Həmçinin elə şirkətlər də var ki, məsəl üçün mən özüm rayonda işlədim, 2 ay ərzində heç bir maaş almadım və bu səhvi digər cavan mühəndislərin yaşamaması üçün, həm yaşlılarımın və deyərdim ki, işlə görüşdüyün zaman maaşın nə zaman veriləcəyini, deyək ki, sizə HR bunu bildirmir. Gedəcəyiniz şirkətin sahə mühəndisi, səthəmi olsun, yaxud da ki, işçisi olsun, LinkedIn-dən tapın və o adamdan əlaqə saxlayın. O adamdan soruşun ki, yaşam şəraiti nədir, yeməklər necədir, ondan sonra maaş verilmə müddəti nə qədərdir, bunları bilmədən getməyin. Çünki mən getdim, həqiqətən də peşman oldum. Niyə görə? Çünki səhhətimlə bağlı problem yarandı. Yeməklərdən təəssüf ki, zəhərlənmiş oldum və bildirmədilər. Bakıya gəldim, müayinə zamanı bildim. Maaş 2 ay müddətində verildi. 2 ayda evdən pul almalı olurdum. Bu da mənim üçün çətin olurdu və yatmağa da müəyyən konteynerlər verirlər. Tam təchizat olunmamış, hətta mühəndis olsanız belə tam təchiz olunmuş konteyner verməyə bilərlər. Yəni bunları mütləq rayonlara gedəndə araşdırmış olun. Yenə şirkəti araşdırın. Deməyin ki, yaxşı maaşdır, hər şeyin yaxşısını təmin edir. Yenə də araşdırın, rahatçılıqla gedin işə. Yəni əsas tövsiyəm bundan ibarət ola bilər. Çünki bir кейsdə sizə danışım. 3 dənə şirkətlə görüşmüş olmuşam və 3 dənə şirkətlə əl sıxışmışam. İkisinə sənədlərimi sağlamlıq arayışında bilirsiniz ki, ödənişlə aid edirik. Ona kimi hazırlaşmışam və göndərmişəm. İşə çıxan zaman artıq deyiblər də yox, geri dönüş etməyiblər mənə. Və bir şirkət məni heç vaxt zaman bunu unutmayacam, işdən çıxmağıma səbəb olub və 1 ay müddətində mənə gözlətdikdən sonra deyib ki, get özünə iş tap, bizim layihələr dayandı. Yəni belə nüanslar da var. Bunu qulağınızda sırğa etməyinizi tövsiyə edirəm. Keçək digər məsələlərə. Sahədə, junior səviyyə olacağı üçün özümə də aiddir. Sahəyə çıxan zaman mütləq şəkildə qeyd dəftəri ilə çıxmaq tövsiyə olunur. Çalışın fəhlədən, ustadan və sahə mühəndisindən, səthəmindən, hər kəsdən bir şeylər öyrənməyə çalışın. Və çertyoju elə ilk gündən əlinizdə tutaraq hər şeyi anlamağa çalışın. Çünki əgər siz sahədə çertyojla anlaya bilməsəz, günü-gündən getdikcə işləriniz çətinləşəcək. Siz hər hansı bir tapşırıq verilən zaman nəyin harda olduğunu bilməyəcəksiniz. Məsəl üçün, mən işlərdə olan zaman mənə çertyoju verirdilər. Düzdür, qəlib və dəmirlə bağlı idi mənim işlərim əsasən. Və mən orada biraz gec qavrayırdım və bu baxımdan müəyyən çətinliklər yaşadım çertyojda. Sizə də tövsiyəm odur ki, çertyoja daha tez atlamağa çalışın və çertyojla sahədə artıq dolaşın ki, nə harda yerləşir, necə olur. Çertyojla məsəl üçün hansı bağlantılar, neçə dənə dəmir qoyulacaq, bunları tez müddətdə bilmək sizin üçün faydalı olacaq deyə düşünürəm. Bundan yanaşı digər mühəndislərdən də fikirlərini bildirmək sizin gələcək karyeranıza müsbət təsir edəcək. Necə ki, siz deyə bilərsiniz ki, mən gələcəkdə project manager olmaq istəyirəm, layihə rəhbəri. Layihə rəhbəri olmaq üçün elə güclü
texniki biliyə də ehtiyac yoxdur əslində. Sadəcə idarə etmə qabiliyyətləri güclü olan biri olmalıdır. Amma siz kiçik mühəndis kimi başlayıb yuxarı doğru gedirsinizsə, bu mərhələlərdə digər bilikləri də öyrənsəniz sizin xeyrinizə olacaq. Necə ki, artıq siz səthəmin də işini, mexaniki, elektrik, santexnik bunların da işini bilmiş olursunuz. Həm planlamanın da işini bilmiş olursunuz. Zaten layihə meneceri həm də planlama kimidir. Çünki planlamaları hətta layihə rəhbəri də yerinə yetirir. Mənim işlədiyim bir neçə şirkətdə planlamacımız yox idi. Layihə rəhbəri yerinə yetirirdi bu işləri. Bu baxımdan da sizə tövsiyə edirəm ki, hər mühəndisdən, hər kəsdən biliyini öyrənməyə çalışın. Deyə bilərsinizsə, usta mühəndisdən aşağı səviyyədir, nə bilə bilər ki, əslində elə deyil. Elə bağlama yerləri ola bilər ki, məsələn, armaturda, yaxud da ki, alt span montajında olsun, ondan sonra profil bağlantıları olsun, hər şeyi usta mühəndisdən də yaxşı bilmiş ola bilər. Bu baxımdan hər kəsdən bir şey öyrənməyə çalışın. Yəni, öyrənməyə açıq lifelong learning deyirlər. Bunu həyatınıza alın və öyrənməyə çalışın. Google olsun, YouTube olsun, mühəndis olsun, AI olsun, nə varsa hamısından bir şeylər öyrənməyə çalışın deyə vurğulayıram. Texniki biliklərdən əsasən AutoCAD gördüm. Digər sahələrdə AutoCAD-dan qeyrisindən istifadə olunmurdu. Son iş yerimdə artıq 1-2 dənə də proqram öyrənmiş oldum. Naviswork və SketchUp. SketchUp-ın faydaları həddindən artıq çoxdur. Çünki AutoCAD-da biraz proses uzun çəkir. Məsələn, hər hansı bir şeyin sahəsini tapırsan, sonra neçə kub beton veriləcəyini də artıq SketchUp-da siz birbaşa onu tapıb, elə neçə kub veriləcək hansısa detala onu tez müddətdə cavabını ala bilirsiniz. Naviswork-da da ümumi baxış keçirə bilirsiniz əraziyə. İndi Naviswork-ün əsas baxış proqramını öyrəndim. Təbii ki, Naviswork-a birbaşa layihəni çəkmək olmur. Revit üzərindən inteqrasiya edilir və Revit üzərində işlənilib də Naviswork-da açırlar, deyək ki, layihəni. Amma bilməkdə fayda var. Gələcəkdə sizin üçün hər hansı bir köməyə dəyə bilər. Digər yandan Excel bilikləri də vacib ola bilər. Düzdür, foundation, basic səviyyə bilmək yaxşıdır. İləri səviyyədəki pivot table'dır, ondan sonra müəyyən funksiyalardır. Bilmək sizə fayda sağlayacaq ki, bu olsun VLOOKUP olsun, HLOOKUP olsun, yəni belə. Ondan sonra deyərdim ki, digər texniki biliklərdən əsasən AutoCAD demişdim, MS Project və Primavera. Bunu self-learningdən, yəni YouTube üzərindən öyrənsəz daha yaxşı olar. Bizə universitet zamanı öyrətmişdilər artıq bunu, mən bilirdim. MS Project-i və Primavera P6-ya aşinaydım. YouTube-dan onu da müəyyən səviyyə öyrəndim iş müddətində və artıq müəyyən səviyyədə, tam başlanğıc səviyyə deyək bunu müəyyən səviyyəmizə, mən Primavera üzərində də layihə yarada bilirəm. Və tövsiyə edirəm ki, yəni həvəsli olun. Bu həvəslilik sizi müəyyən bir yerlərə tez müddətdə gətirə bilər. Yəni, sertifikatlar haqqında da danışa bilərik burada. Sertifikatlardan sahə mühəndisi üçün əsasən deyə bilməyəcəm, çünki mən gələcəkdə layihə rəhbəri kimi fikirləşə bilərəm. Ancaq layihə rəhbəri kimi PMP sertifikatı almağı məqsəd qoya bilərəm özümə və siz PMP sertifikatı olsun, əməyin təhlükəsizliyi üzrə sertifikatlar olsun, bunları əldə eləməklə artıq siz beynəlxalq arenaya da özünüzü hazırlamış olursunuz. Və deyəcəyim, bu buraxılış üçün bu qədər. Maraqlı olarsa bəyənin, mənimlə əlaqə saxlayın və mən də görürüm ki, həqiqətən də danışdıqlarım kiməsə yaxşı yöndə faydaları var və mən də öz biliklərimi bölüşməyə davam edim. Digər buraxılışda görüşənə qədər sağ olun.